Kəlbəcər-Laçın avtomobil yolu 2 rayonun mürəkkəb dağlıq ərazisində inşa olunur. Mövcud marşrut 107,78 kilometrdir. Yeni yolun uzunluğu 75,8 kilometr olacaq və məsafə 31,98 kilometr qısalacaq. Yeni yol 1-ci, 2-ci texniki dərəcəyə uyğun 2-4 hərəkət zolaqlı olacaq. Hər zolağın eni 3,5 metr təşkil edəcək. Əsas yolun tikintisi üçün təxminən 71 kilometr servis yolu salınıb ki, bu da yeni yolun uzunluğundan cəmi 4,8 kilometr qısadır. Marşrut dağ massivlərini 17 tunel vasitəsilə keçir. Tunellərin ümumi uzunluğu 13 kilometrdən çoxdur. Bütün tunellərdə qazma, 12 tuneldə isə betonlama tamamlanıb. ...735 partlayışla 5 milyon kubmetrdən çox süxur qazılıb. Layihə üzrə ümumi qazma həcmi 15 milyon kubmetrə çatıb. Marşrut boyunca 7 viaduk və 14 körpü, 212 su ötürücü keçid və istinad divarları inşa olunur. Su ötürücü keçidlərdən 92-si, istinad divarlarından 11-i tamamlanıb. Tikinti sahələrində 2085 nəfərdən çox işçi və 509 texnika çalışır. 5 düşərgə yüksək daxılıq şəraitdə fasiləsiz işi təmin edir. Layihəni 6 beton, 2 asfalt, 2 körpü tirləri və 1 qırma daş istehsalı müəssisəsi materialla təmin edir. Bugün layihə üzrə ümumi işlərin yarıdan çoxu artıq yerinə yetirilib. Bu layihə yalnız 2 rayonu birləşdirən yol deyil, yeni yol region daxilində ayrıca nəqliyyat dəhlizinin formalaşmasına xidmət edəcək.